Xoş gördük hər birinizi. Əgər kimsəsiz nəhəng verilişimizin birinci hissəsi sizdə maraq yaradıbsa, o zaman bu veriliş ikinci hissə sizin üçündür. İşin fəlsəfəsi hardan yaranır? Fəlsəfə oradan yaranır ki, Sovetlər dönəmində MTK-lar var idi. Yəni ki, o vaxtı bəzən insanlar 70-ci illərin sonunda 8-14 il arası insanlar ev növbəsində olurdular. Bir çox müəssisələrdə ev növbəsində olan insanlar bir yerə toplaşıb dövlətə müraciət edirdilər. Dövlət onlara yer ayırırdı. Bir inşaat tresti ilə anlaşıb toplaşan şəriklər, müştərəklər, bu MTK-nın şərikləri orada inşaata başlayıb, inşaat da aparan şirkət, dövlət şirkəti olurdu əlbəttə ki, inşaatı bitirdikdən sonra çıxıb gedirdi. Bunu JEK təhvil alırdı və digər dövlət qurumları təhvil alırdı. Burada ümumi ərazi məfhumu da var. Hal-hazırda o barədə də ciddi müzakirələr var ki, ümumi ərazilər. Sovet dönəmində hansı biriniz tanıyırsınız ki, Sovet dönəmində tikilmiş çox mənzilli yaşayış binalarının qarajları olsun və s. və ilaxır belə şeylər olmurdu. Zirzəmilər olurdu. Fəlsəfə etibarilə o zirzəmilər texniki məqsədlər üçün istifadə olunurdu. Nasoslar və s. dayanırdı və liftlərin yuxarıdakı, son mərtəbədəki şaxtalar olurdu. Bu da ümumi ərazi hesab olunurdu. Amma indi isə yenə də MTK-lar adlı müəssisələr var və bu nədən var? Bunu hələ ki tapmaq mümkün deyil və o qanun hələ ki niyə görə qüvvədədir, o da məlum deyil. Çünki artıq şərtlər dəyişib, dövr dəyişib, tələblər dəyişib. Biz şərti olaraq 300 mənzil olan 2 bloklu yaşayış kompleksində 30-35 qaraj yeri olur. Bu qarajlar kimə veriləcək, bu üçün sakindən hansına çatacaq? Ayrıyətən, başqa bir qanunla da o qarajların çıxarışları olur, o mülkiyyətçilər olur. Onların əlindən alacaqsınız o qarajları. Burada ziddiyyətlər var, yaxşı olar ki, qanunvericilikdə dəyişiklik olunsun. Son olaraq, verilişimizin bu hissəsinə qədər səbr elədinizsə, dünya praktikasına nəzər yetirməyi tövsiyə edirəm. Dünya praktikasında bu məsələ çoxdan həllini tapıb, xüsusən də maqnit olan ölkələrdə. Yəni, əmlak sektorunda maqnit olan ölkələr regionumuzda Türkiyədir, artıq Gürcüstan da bura qoşulur, Birləşmiş Ərəb Əmirlikləridir, okeanın digər tərəfində Amerika Birləşmiş Ştatlarının Florida əyalətidir, Los Angeles'dır, Kaliforniya əyalətidir, bir neçə əyaləti əmlak sektorunda çox böyük maqnitlərdir. Bunlarda brutto hesablanma var, bizim çöldən çölə dediyimiz və netto hesablanma var, içərisinin ölçüsüdür. Hər ikisi göstərilir. Amma rəqabət əsasən brutto hesablanma, yəni çöldən çölə ölçümün üzərində qurulub. Nə üçün belə edirlər? Bizdə bütün qanunvericilik, bütün şərtlər təşviq edir ki, inşaat şirkəti və MTK-lar maksimum dərəcədə daha çox kvadrat metr satışa çıxara bilsinlər. Çünki rəqabət onun üstündən qurulub, vergilər onun üstündən gedir, qazanclar onun üstündədir. Bunlar brutto aparmaqla, rəqabət aparmaqla elə də sərfəli olmur. Odur ki, bruttodakı rəqabətin məğzi nədən ibarətdir? Ondan ibarətdir ki, insanlar məsəl üçün 1 hektar ərazidə maraqlı deyirlər ki, 25 min kvadrat, bəzi hallarda 50 min kvadrat satışa versinlər. Ondan əldə edəcəkləri vəsaitin yerinə 10 min kvadrat satışa net olaraq, iç ərazisi olaraq satışa verirlər. Bunun yanında sinemalar eləyirlər kompleksdə, deməli kompleksin içərisində konferans rumlar eləyirlər, dayanacaqlarla təmin eləyirlər. Siz, məsəl üçün, Kaliforniyada ev alanda baxırsınız ki, 150 kvadrat ev almışsınız, net ölçüsü 70 kvadratdır. Yəni, yatmağa gedəcəyiniz yer 70 kvadratdır, amma 150 kvadratın kommunal xidmət haqqısını ödəyirsiniz. Siz əvvəlcədən rezerv edirsiniz ki, mənim qonaqlarım olacaq, biznes mitingim olacaq, biznes rumdan istifadə edirsiniz. Fitnessə sadəcə o 150 kvadratın kommunal xidmət haqqısından istifadə etməklə istifadə edirsiniz. Qaraj yeriniz olur. Bunlar hamısı rəqabəti bu cür sosial şərtlərin bol olduğu komplekslər ətrafında aparır. Bu verilişimizdə sizinlə Azərbaycan praktikasında ölçümlər, onda olan problemlər və cari vəziyyət barədə müzakirə apardıq. Fikirlərinizi şərhdə gözləyirik. Bundan sonrası da sizə maraqlı gəlirsə, bir sonraki verilişimiz beynəlxalq praktika haqqında olacaq.
Orada da sizi gözləyirik.